Salam, hər vaxtınız xeyir olsun. Bugün biz Əfsərəddin Xaqani Şirvaninin Gənclərə Nəsihət əsərinin izahını verəcəyik. Başlayaq izahımıza. Deməli, bu əsər klassik yazılı ədəbiyyatın şeir janrıdır və məsnəvi şəklində yazılmışdır. Beytlər formasında yazılıb, qafiyələnməsi cüt-cüt qafiyələnir. Təbii ki, məsnəvi şəklində yazıldığına görə qafiyələnməsi də A, B, məsələn, cavan, salan, etibar, tarimar, əvvəli, əli, sən, görərsən tipli qafiyələnmə formasıdır. Hər beytin qafiyəsi öz aralarında qafiyələnir. Yəni bu cür qafiyələnir. A, B, C, D və s. bu formada gedir. Əsər fitnəkar cavana müraciətlə başlayır, xitabla başlayır əsər. Fitnə törətmə, ey fitnəkar cavan, fitnədir elləri dərdlərə salan. Yəni fitnəkar cavana müraciətlə başlayır və sanki elə bil ki, yol göstərir də, deyir ki, fitnə törətmə. Şair burada fitnəkar cavana yol göstərir ki, sən yəni fitnə törətmə, çünki elləri salan elə fitnədir, fitnə fəsaddır. Cana məlhəmsə də vəfa, etibar, fitnəkarlıq edər onu tarimar. Deyir, əgər vəfa, etibar cana dərmandırsa, yəni cana daha yaxşı gəlirsə, fitnəkarlıq isə onu tarimar, yəni darmadağın edir də. Ona görə də yəni çox yaxşı xüsusiyyətlərdən danışır burada şair. Deyir ki, vəfa etibarın cana məlhəm, cana dərman, xeyir olmasından danışır. Hiylə oğurluqdur xoşsa əvvəli, oğurluğun axırda kəsilər əli. Deyir ki, hiylə deyir oğurluqdur. Əvvəli xoş olsa da, insana yaxşı gəlsə də, amma sonu pis olur. Çünki oğrunun axırda əli kəsilir. Nifaq xəstəsisən nə qədər ki sən, əlac saymaqdan da ziyan görərsən. Deyir, sənin qanında, canlıda nə qədər o nifaq, hansı ki, xəbislik varsa, kin, küdurət, nifaq, yəni ara qarışdıranlıq ki varsa, yəni onsuz da sən nə qədər əlac saysan da, onsuz da ziyan görəcəksən. Çünki sən elə nifaq xəstəsisən, bu sənin qanında, canındadır, deyir. Sonra deyir ki, Vəfa küçəsində, bax, vəfalılıqdan danışır bu beytdə. Vəfa küçəsində deyir, ev tut, yəqin bil, vəfa mənzilidir ən yaxşı mənzil. Deyir, Vəfa küçəsində ev tut, yəni vəfalı ol. Onsuz da yenə də axır əvvəl vəfa mənzilidir. Ən yaxşı son mənzilin elə vəfalı olmaqdır. Yəni əvvəlin də sonun da çalış ki, vəfalı olasan. Onsuz da sənin elə o mənzilin vəfa mənzilidir. Hara getsən də vəfalı olmaq daha yaxşı xüsusiyyətdir, deyir. Bugün yoxdursa da kimsədə vəfa, vəsiyyət edirəm olma bivəfa. Deyirsən, heç kəsə baxma. Əgər sən günün bugünkü günündə heç kəsə vəfa yoxdursa, mən vəsiyyət edirəm ki, sən bivəfa olma, vəfasız deyir olma. Çalış, az dostluq et. Aha, baxın, bu beytdən artıq dostluq barəsində danışır və Gənclərə Nəsihət əsərinin bir neçə beytində dostluq haqqında danışılır. Çalış, az dostluq et, etsən də əgər, dostluqda möhkəm ol, sözdə möhtəbər. Deyir ki, bir dənə söz var, az olsun, saz olsun söhbəti. Deyirsən, deyir, çalış, az dostluq et. Sən deyir, az dostluq etsən də, dostluqda özün möhkəm ol, deyir. Yəni, satma da, satqınlıq etmə, möhkəm ol dostluqda. Sözündə də möhtəbər ol, sözün bütöv olsun. Yəni, sözün üstündə dur. Dostu qovanları alma yanına, yoxsa gözün ağlar bu əhvalına. Deyir, dostu qovanları alma, deyir, yanına. Yoxsa deyir, əgər deyir, dostu qovanları, dosta qarşı olanlar, hansı ki, içində, belə deyək də, xəsislik mi deyim, pis xüsusiyyətlər, paxıllıq, kin, bu xüsusiyyətlər olan adamlar ki var, onlar ki, dostu qovur. Sən deyir, həmin insanları ətrafına alma, yoxsa sən peşman olarsan, deyir, gözün ağlar bu əhvalına. Dostun haqlı vursa birini zinhar, demək ki, layiqdir, çıxma havadar. Deyir, sən dostluqdan bərk yapış, dostun olsun, deyir. Deyir, sənin deyir, dostun deyir, haqlı vursa, haqlı olsa, əgər birini vursa, demək ki, layiqdir də, yəni bu məsləhətdir, deyir, sən çıxma havadar. Yəni ona qarşı çıxma. Yəni dostun nə edirsə düz edir. Dost müttəhim edib kimi etsə rədd, qardaşın olsa da önünə çəksən. Əgər o həqiqi dost kimi yəni ittiham eləyirsə, kimi rədd eləyirsə, bilir. Sənin o lap qardaşın olsa da önünə sədd çəkməlisən. Dostu əsas tutmalısan yəni.
Qırsa bir budağı dost hirslənərək, o cənnət ağacı olsa da əl çək. Yenə də deyir ki, əgər dost bir budağı hirslənib qırırsa, sən deyir o cənnət ağacı olsa da əl çəkməlisən. Dostun əkdiyi gül olsa da tikan, çıxarıb yerindən ona atma sən. Deyir sənin dostun o gül heç məsələn gül olmasın, tikan olsun. Onu tikan belə əksə, sən o ona əkdiyi üçün, dostun əkdiyi üçün onu yerindən çıxartıb atma deyir. Haqq yolunda çalış o qədər ki, haqq razı qaldığını biləsən mütləq. Deyir ki, sən haqq yolunda çalış, nə qədər çalış, haqq deməli razı qalana qədər çalışmalısan. Yəni haqq yolunda, haqqın yolunda çalışmalısan. Bir kiçik deyir adama nəvaziş etsən, sənin böyüklüyün getməz əlindən. Deyirsən, əgər bir kasıbdır və yaxud da maddiyyat cəhətdən çox aşağı bir insandır, yəni sən ona nəvaziş etsən və yaxud da lap yəni sən ona hörmətlə yanaşsan, ona əl tutsan, xeyirxahlıq etsən, sənin böyüklüyün heç vaxt getməz əlindən. Nəinki böyüklüyün getməz, hətta ucalarsan. O mənada deyir. Yəni yuxarıdan aşağı baxma mənasında gedir bu beyt. Razılıq etsə də səndən bir nadan, onun tərifinə aldanmayasan. Deyir, əgər bir insan nadandırsa, həmin o bayaq saydığın pis xüsusiyyətlər həmin bu adamda cəmləşibsə, nə qədər səni tərif eləsə də, o ikiyüzlü bir insandır da, yəni onun tərifinə aldanma. Sən onu deyir, övdükcə o lovğalanar. Yəni elə adamlar var axı, bir də görürsən, onu tərifləyirsən, başlayır, sən təriflədikcə başlayır sənin yanında özünü bir daha tərifləməyə, lovğalanır. Yəni nəyə lovğalanırsan ki? Bax, məsələ budur. Özünü yoldaş yox, deyir, əmoğlun sanar. Sanki deyir sənə güya belə mehribancasına gəlir, dost kimi göstərir, belə qohum kimi göstərir özünü. Bax, bu mənadadır beyt. Daha boyun qoymaz işə xidmətə, lovğalar yabancı olur hörmətə. Bəli, deyir ki, özünü çox böyük yuxarıdan aparır, işə xidmətə boyun qoymur və deyir, lovğalar uzaq olur, deyir hörmətə. Lovğa insanlar hörmətdən uzaq olur. Boyun böyüklüyü deyildir gərək, hümmət böyük olsun, bir də ki ürək. Bəli, deyir ki, bu boyun böyüklüyüdür, nə qədər uzun boy olursan, nə qədər cüssəli, hündür olursansa ol, bunlar əsas deyil, deyir. Əsas sənin mənəviyyatındır, deyir, mənəviyyatın böyük olsun, vicdanın böyük olsun, ürəyin təmiz olsun, deyir, hümmət böyük olsun, bir də ki ürək. Bir də onu qeyd edeyim ki, biz burada görürük ki, baxın, çalış az dostluq et, etsən də əgər dostluqla möhkəm ol, sözdən möhtəbər. Bu beyt və dostu qovanları alma yanına, yoxsa gözün ağlar bu əhvalına. Baxın, 1, 2, 3, 4, 5, hətta 5 dənə beytdən daha çox dostluqdan danışılır. Biz görürük də burada ki, yəni 5 beytdə yəni dostluqdan danışılır və ona görə də biraz diqqətli olmaq lazımdır. Bu beytləri fərqinə varmaq lazımdır. Aha. Deyir dünyada burada deyir ki, bir də ki onu qeyd edeyim sizə. Deyir boyun böyüklüyü deyildir, gərək hümmət böyük olsun, bir də ki ürək. Kərgədan və qarışqa təmsilində orada da qarışqa dərs verir kərgədana. Deyir ki, sənin cüssəli olmağın bir şey deyil də, yəni böyüklük, cüssəli, sən məndən böyüksən deyəsən, yəni o mənada deyil ki, sən yəni mənəviyyat cəhətdən də böyüksən. Yəni deyir ki, əsas odur ki, insanın daxili böyük olsun. Sən deyir, xarici görünüşün böyük olsa da, sən yəni o deyilsən də. Yəni qarışqa kərgədana dərs verir. Bax, burada da bu xüsusiyyət var. Deyir ki, hümmət böyük olsun, bir də ki, ürək, boyun böyüklüyü gərək deyil. Və deyir, dünyada ağıl tək bir ustad varmı? O bir qul yanında şagird olarmı? Deyir, dünyada ağıl tək, yəni ağıl kimi bir ustad var, ağıl tək. Burada təşbih yaradılıb, ağıl tək. Yəni ağla bərabər bir ustad var. Özdə bu bədii sualdır, cavab tələb eləmir. Yəni bu sanki bir inkar bildirən sualdır da. Bu sualın məzmununda elə cavab var. Yəni yoxdur da deyir, dünyada ağıl tək bir ustad varmı? Bu cavab tələb eləməyən bədii sualdır. Yəni biz bilirik ki, dünyada ağıl tək bir ustad yoxdur. Yəni bu yox mənasında verib o sualı. Sanki bu sualın məzmununda inkar əlaməti var. Bir də deyir ki, o bir qul yanında şagird olarmı? Deyir, sənətdə tək olan bu Xaqanidən gəlincə mənalı fikir eşitsən. Deməli, biz klassik yazılı ədəbiyyatın beytlik şeir janrlarının sonunda, yəni
Məktəb beytində çox zaman şairin təxəllüsünü görürük, amma Xaqani Şirvaninin Gənclərə Nəsihət əsərində sondan ikinci beytdə şairin təxəllüsü verilib. Baxın, sondan